Yaxın günlərdə hansı bürclər öz sağlamlıqlarına fikir verməlidirlər? Yaxın günlərdə enerjilərin dəyişməsi xüsusilə bir neçə bürcü sağlamlıq mövzusunda daha diqqətli olmağa çağırır. Bunlar əsasən stress, enerjinin tükənməsi, immunitetin zəifləməsi və soyuq havanın təsiri ilə bağlıdır. Sağlamlığına xüsusi diqqət etməli bürclər. 1. Oğlaq. Son günlər məsuliyyət və iş yükü artır. Boyun, bel ağrıları, yuxusuzluq və yorğunluq ola bilər. Dincəlmək vacibdir. 2. Qız. Həssas həzm sistemi yenə öz plandadır. Soyuq yemdən, ağır qidalardan uzaq durmaq, su içmək vacibdir. 3. Əqrəb. Emosional gərginlik immuniteti zəiflədə bilər. Baş ağrıları, təzyiq dəyişiklikləri mümkündür. Stressdən uzaqlaşmaq kömək edər. 4. Xərçəng. Hava dəyişimi tənəffüs sistemi və özünə qapanma enerjisini artırır. Soyuq dəymə və halsızlıq riski var. Dolça. Ayaqlar, damar sistemi və tükənmişlik enerjisi aktivdir. Enerji yüklənməsi və stres yuxusuzluq yarada bilər. Ox atan. Sürətli ritm və çoxplanlı işlər bədənə yük salır. Xüsusilə bel bölgəsi və əzələ yorğunluğu önə çıxır.